Döyüş sənətləri tarixində bəzi adlar var ki, onlar sadəcə çempion deyil, əfsanəyə də çevrilirlər. Fyodor Yemelyanenko da məhz belə bir addır. Gücün, dözümlülüyün və əsl döyüşçü ruhunun təcəssümü. 28 sentyabr 1976-cı ildə Rusiyanın sakit bir güşəsində dünyaya göz açan Fedor, vaxt keçdikcə döyüş sənətlərinin ən zirvəsinə yüksələcək bir əfsanəyə çevrildi. Sambo və judo ilə başladığı bu yolda MMA arenalarına qədəm qoyaraq tarixi dəyişdi. Yemelyanenko bütün idman növlərində üst səviyyə döyüş sərgiləyən şəxslərdən sayılır. 2000-ci illərdə Pride döyüş təşkilatında silinməz iz buraxan Fyodor hər ringə çıxdıqda sanki bir imperatorun döyüş meydanına ayaq basdığını görürdü. Zərbələri ildırım kimi çaxır, yer döyüşündəki ustalığı isə ona toxunulmaz bir aura bəxş edirdi. O, 10 ilə yaxın bir müddətdə ağır çəkidə məğlub edilməz statusunu qoruyaraq adını döyüş tarixinin zirvəsinə həkk etdi. O, təkcə ringdəki gücü deyil, xarakteri ilə də seçilirdi. Qələbələrini şirtmir, rəqiblərinə isə həmişə hörmətlə yanaşırdı. Strikeforce və Bellatorda çıxış edərək mirasını daha da möhkəmləndirən imperatoru